Falak ve Nas suresi okuyun. Meryem suresi. Rahman ve Rahim Allah'ın adıyla. Bismillahirrahmanirrahim. Kehf, Heye, Ayn, Sad. Bu bir anımdır. Bendesi Zekeriya'ya Rabbinin verdiği rahmetle bağlıdır. Rabbine gizlice yalvarmıştı. Demişti, Rabbim, zayıflamış sümüklerim, ağarmış başım. Rabbim, sana yalvara yalvara hiç baxtsız olmadım. Qorxuram ki, dinimizi dəyişə məndən sonra yerimə keçəcək yaxınlarım. Arvadım da sonsuzdur. Bir oğul bəxş elə mənə öz dərgahından, mənim və Yaqub oğullarının varisi olsun. Rabbim, sən onu bir insan elə ki, ondan razı qalasan. Zekeriya, biz sənə bir oğulun müjdəsini veririk. Adı Yəhyədir. Bundan öncə bu adda heç kimi var etməmişik, dedi Allah. Rabbim, qocalıq haqlamış məni, arvadım da sonsuzdur. Oğlum necə ola bilər, dedi o. Elədir, dedi Allah. Amma Rabbin belə demiş, bu mənim əlimdə asan bir işdir. Sən öncə bir heç idin, səni heçdən var elədim. Rabbim, elə isə buna dair bir əlamət göstər mənə, dedi o. Sən lal olmasan, belə 3 gün, 3 gecə insanlarla danışmamalısan. Bu da sənin əlamətin, dedi Allah. Məbəddən qövmünün qabağına çıxaraq işarə ilə bildirdi ki, səhər, axşam həmd etsinlər, Allahı namaz qılsınlar. Ey Yəhyə, kitabdan möhkəm yapış, deyə hikmət öyrətmişdik. Hələ uşaqkən ona bir mərhəmət duyğusu, bir paklıq da vermişdik ona dərgahımızdan. Takva yiyəsiydi o, atasına, anasına yaxşı idi. Rəbbinə asi olan bir yekəpər deyildi. Doğulduğu gündə də, öləcəyi gündə də, diriləcəyi gündə də biz onu salamlayırıq. Məryəmi də an kitabda ailəsindən kənarlaşıb şərqə doğru çəkilmişdi. Özü ilə onların arasında bir pərdə çəkmişdi. Biz də ruhumuzu Cəbraili göndərdik onun yanına. Kamil bir bəşər kimi göründü ruhumuz ona. Rəhman özü məni səndən qorusun. Takva yiyəsisənsə dəymə mənə, dedi Məryəm. Mən Rəbbinin elçisiyəm. Gəldim sənə pak bir oğlan uşağını bağışlayam, dedi ruh. Mənə bir bəşərin əli dəyməmiş, pozğun qadın da deyiləm. Oğlum necə ola bilər, dedi Məryəm. Elədir, amma Rəbbin belə demiş. Bu mənim əlimdə asan bir işdir. İnsanlara bir möcüzə olaraq dərgahımızdan onlara rəhmət payı olaraq biz onu var edəcəyik. Öncədən belə bir qərar vermişik, dedi ruh. Beləcə o uşaqla yükləndi Məryəm. Doğum sancısı onu
bir xurma ağacının altına çekdi. Bundansa kaş öləydim, unudulub gedəydim dedi o. Bir səs, ruh onu aşağıdan səslədi. Üzmə özünü, Rəbbin içindəkini nəcabətli eləmiş. Xurma ağacını özünə çək, silkələ, üstünə tərtəzə xurmalar tökülsün. Ye iç, gözün aydın olsun. İnsanlardan kimi görsən söylə ki, mən bugün orucam, Rəhmanın adına susmağı nəzir demişəm. Kimsə ilə kəlmə kəsmərəm. Uşağı qucağında gömünün içinə gəldi. Dedilər, ey Məryəm, görünməmiş bir iş gördün. Ey Hərunun bacısı, pis kişi deyildi atan, əxlaqsız deyildi anan. Əli ilə uşağı göstərdi o. Beşikdəki uşaqla necə danışmaq olar, dedilər. Uşaq dilləndi. Mən şübhəsiz Allahın bəndəsiyəm. Mənə kitab, İncil vermiş o. Məni peyğəmbər eləmiş. Harda olursam olum, mənim qədəmlərimi o mübarək eləmiş. Bir də buyurmuş, sağ durduqca namaz qılın, zəkat verin,